bütün aləm, kainat hazırlaşır Əlinin müsibətinə. Bir qılınc başına deyəndə yerin göyün sədası yayılır. Mövlanı öldürdülər, Mürtəzanı öldürdülər. Ədalətin sütunu parçalandı, mələklər nida eləyir. Yıxıldı yerə, and olsun Kəbənin Rəbbinə qurtuldum. Qoydular xalçanın arasına, aparırlar Həzrət Əlini. Dedi, aparın mən İbn Mülcəmin yanından keçim. İbn Mülcəm dayanıb qatili, əlində qılınc, indi başına vurub qılıncı, gəldi, dayan, saxladı. Dedi, niyə məni vurdun? Sənə pis imam olmuşam mən. Məyər sənə pis imam olmuşam. Cavabında nə desə yaxşıdır İbn Mülcəm. Dedi, ağa əl çək məndən, mən ən bədbəxt adamam. Demək istəyir ki, Əli, mənə tərəf gəlmirsən tövbə eləyim, gəlmirsən ürəyim yumşalsın. İbn Mülcəmə qatilinin dərdini çəkir, gedir onu danışdırım, bəlkə səhvini başa düşdü. Ay Allah, bu nə rəhmətdir, nə mərhəmətdir.